İmam arasında belə adlanır ki, mənim ayım məsəlçin Şabandır, Allahın ayı məsəlçin deyir ki, Ramazandır. Digər deyir ki, mənim də ayım nədir? Rəcəbdir. Yəni, bəzi yoldaşlar deyirlər ki, İmam Sadiq Əleyhisselamdan soruşurlar ki, İmam, bir iş var ki, biz oruç tuta bilmirik. Niyə, nədən belə alınır? Amma başqa yoldaşlar tutur. Bizdən zəiflər də tutur bəzi. Deyir ki, ona görə ki siz, Rəcəb və Şaban aylarını çox günah edirsiniz. Yəni, orucluğa qədər bu iki mübarək ay ki var, bunu günah elədinsə, sənin oruç tutmağın çətinləşir. Allah, yəni ki, mən necə deyim sizə, dində, şəriətdə, müəyyən şeylərdə xırdalıqlar görürüm. İndi keçən dəfə biz qəbirstanında Zöhrəb də oradaydı. O qardaş görürsə orada məsələn İnna ənzəlnahu fi leylətil qədr oxuyur da Qədr surasını, mübarək Qədr. Qədr surası öz-özlüyündə nazil olubdu nə vaxt? Nazil olubdu mübarək Ramazan ayında. Deməli, alimlərimiz, müstəhidlərimiz, imamlarımız, peyğəmbərimiz Ramazan ayını 3 hissəyə bölüblər. Birinci 10 günü rəhmət, yəni rəhmət ki, birinci 10 günü çətin bağışlanmadır, sonra rəhmətdir, ondan sonra cənnətdir. Biz indi cənnətəyik. Yəni 3-cü 10 deyil. Bir oruç tutan 2 dəfə sevinər. Bir iftarını açanda, bir də Allahla görüşəndə. Sonra imam buyurur ki, mən məətənəm o kəslərə ki, Ramazan ayında Allah onu bağışlamasa nə vaxt bağışlar? Ramazan ayında. İndi deyir orada nə deyir? Deyir, məsələn deyir ki, İnna ənzəlnahu fi leylətul qədr və ma ədraka mə leylətul qədr, leylətul qədr xeyrun min əlfi şəhr. Min əlfi şəhr. Min bildizdə əlf nədir? Əlf min deməkdir. Şəhərdə yəni ki, ay. Min ay. Yəni, min aydan bir gecə bərəkətlidir. Bilirsiniz ki, Əleyhisselamın şəhid olduğu, yəni ki, ayda, gündə həmən Ramazan ayının içərisindədir. Ona da o cürdə deyilib, ona görüb. Yəni, onun işim yoxdur. İndi gəlin bura, mən sizə bir dənə söz deyim. Bu 1000 ay nə qədər eləyir bizim dünya ili ilə? 83 il. 83 il. Bir günləri gördülər ki, İslam Peyğəmbəri ağlayır. Dedilər, niyə? Dedi ki, belə bir yuxu görmüşəm ki, meymunlar, müəyyən heyvanlar mənim minbərimə durmaşırlar. Mənim minbərimə durmaşırlar. Deyir ki, ondan sonra, yəni ki, bu şey ki, nazil oldu, surə nazil oldu, həmən bu Qədir surası. Orada deyir ki, yəni 1000 aydan bərəkətlidir. 1000 ayda vurdular, nə qədər elədi? Ziyafət 83 il elədi. 83 il nə idi? 83 il Yezidlə Muaviyyənin hakimiyyətinin rəqəmidir. Başa düşdünüz də indi məni? Yəni bunlar gəlib, orada Kərbalada öldürüblər, orada öldürüblər, burada öldürüblər, Qarabağlarda öldürüblər, məsəlçində. Hamısının hesabladıq, getdiyi hara çıxır rəqəmin, həmən o 1000 aya. O 1000 ayda nə dedi? Dedi, 1000 ay bərəkətlidir. Onların 83 il ata və oğul olan hakimiyyəti dövründə olan o günlərinin sayından bizim burada zikr edən o günlərin sayı bərəkətlidir. Yəni onu Allah Teala buyurdu. Bəzən Əshab-ı Kəhf barəsində var, Əshab-ı Kəhf barəsində. Orada, məsələn, bilirsiniz ki, 3 nəfər, ya 4 nəfər, 5 nəfər deyə bilmərəm, başçıları təmlixi olur da, bir it, çobanın bir iti də olur. Bilirsiniz ki, məsələn, Quranda deyir, Dağ Yunusu idi. Dağ Yunus zülümkar bir adam idi. Amma Avropalılar kino çəkdilər, Takiyanus. Adı dəyişdilər, ha, bu cürlər. Yəni, orada da deyir, məsələn ki, dövrün zülümündən qaçdılar, mağaraya sığındılar və orada yuxuya getdilər. İtin əlini sındırmışdı çoban ki, qayıtsın da dala, amma qayıtmamışdı. Mağaranın ağzında o da yatıb keşik çəkirdi. Beləliklə, onlar mağarada 309 il yatdılar. 309 il yatdılar. Fikir verirsən, 309, biz onların Quranda deyilir, aşırdırdıq belə ki, o nəmişlikdən çürüməsinlər. Yəni, skvajnak yaradırdıq, nə yaradırdıq, belə, gəl səxavət, gəl olsun. Yəni, sözüm olmuyor. İndi bir gün imama bir nəfər bir maraqlı bir sual verir bu barədə. Deyir ki, yaxşı, Allah elmi dəqiqdir, deyir ki, bəli, dəqiqdir.
Deyir, Allah elmi dəlildirsə, onda niyə deyir ki, 309 və ya 307? 307 və ya 309. Niyə burada bir rəqəm demir? Deyir ki, hicri, yəni bizim o təqvim yoxdur. Bu hicr təqvimidir də, düzdür. Hicri ilə 309-dur. Amma hicri şəmslə 307-dir. Allah ikisini də dəqiq edir. Bilib ki, təqvimlər ki, ayrı olacaq, bəhanələr olacaq, nə olacaq? Hicri şəmsi də deyim, miladiyə ehtiyac yoxdur, çünki bizim təqvimdir. Miladi bilirsiniz ki, indiki işlənlər o 2000-ci il, o birisi, bu birisi, bunlar bizə aiddir. Yəni bizdə bir şəms təqvimidir, günəş. Bir də ay təqvimi, hicri qəməri. Bildiniz də? Mən çox danışaram, çox söhbətlər eləyərəm. Yəni, vaxtımız da o qədər deyil. Mən o Zöhrab üçün bir məsəl çəkdim orada. Bir söhbət elədim bir kəsdən. Bir nəfər adam vardı, bir balaca xahiş edən bir şeydir. Olmuş əhvalatı bu, yəni yazılarda bizə belə gəlib çatır. Seyid idi, özü də elm dalıcan gedən, oxuyan, ondan sonra əxlaqlı, tərbiyəli bir adam olur. Bunun sahəsi olur, əkin sahəsi olur. Gedir orada çalışır da, öz zəhməti ilə dolansın. Qalan vaxtı da ustadların yanında Quranı öyrənir, təsviri öyrənir, sərfi, nərfi, nəyi öyrənir. Bir elə oldu ki, bir gündür sahədə işləyəndə isti idi. Arxdan ərzün yuyanda gördü ki, bir dənə belə bəzəkli alma gəlir. Bəzəkli bir alma gəlir. Xoşu gəldi almadan, götürdü arxın içində yedi. Yiyəndən sonra dedi ki, mən bunun halallığını almadım ki. O axla üzü yuxarı getdi, ağacı tapdı. Gördü bir yaşlı kişidir, biraz söhbət elədilər. Dedi ki, mən almanın halallığının sənə yarısını verə bilərəm. Bir daha almanın yarısını. O bir yarısı qardaşımındır. Mən onun yerinə söz verə bilərəm. Sən belə elə. Ged, İraqın bizə yaxın olan ərazisi bu Azərbaycandan. Söhbət Azərbaycandan gedir, Ərdəbildən gedir. Yəni, mən Fars vilayətindən danışmıyorum. Bir orada girişdə, o kənddə qardaşım yaşayır. Gedir, tapır, o baxır, görür ki, çox sadə bir oğlandır. Bir halallıq verərəm, sən, gedir bir il mənə çobanlıq eləyəsən. Bir yarım alıma, bir ildə çobanlıq. Eləyir. Axırda gəlir, üzr istəyirəm, sonra qayıdırdı ki, bir şərti də var, evdə bir şikəst qızım var, onu da evlənərsən, alarsan. Deyir, daha neyniyim, bir işli düşmüşəm də, vəziyyət. Razılaşır. Gəlini gətirirlər, baxır, görür ki, bunda şikəstlik yoxdur, dildə, gözdə, qaşda, hamısı yerindədir. Deyir ki, axı, mənə demişdilər, sən şikəstsən. Deyir, yox, mən harama baxmaqda koram, haramı eşitməkdə karam, batil, böhtan, qeybət danışmaqda lalam. Ona görə atam mənə deyib ki, şikəst qızım var evdə. Yəni, baxdı mənə. Bunlar deyir, evləndilər. İkisi də Quran oxuyurdular, ikisi də oruç tuturdular, dəstəmaz alırdılar. Bir oğulları dünyaya gəldi. Adını nə qoydular? Seyid Əli. Adını qoydular Seyid Əli. Seyid Əli böyüyəndən sonra o qədər təmiz bir evlad oldu. Sonra bir ustada, alimə çevrildi. Xalq o qədər onu sevdi ki, məsəl üçün də indi görmürsünüz, Mir Səid ağa, Mir Məhsum ağa, Seyid Rıza ağa, Seyid Həsən, nə qədər də təqvalıların deyirəm, hansı? Yəni, bu adam o qədər fərqləndi ki, buna müqəddəs Ərdəbili dedilər. Bu adama müqəddəs Ərdəbili dedilər. Çox belə ondan kəramətlər gördülər, möcüzələr gördülər, müəyyən şeylər gördülər. Axırda yazılarında özü xatirələrində yazır ki, bir günləri yuxuda mənə deyir, Allah övliyalarından biri əmr elədi ki, Allah Teala buyurur ki, filan məhəlliyə getməlisən, oradan bir nəfər can verir, ona kömək elə. Dedim, yuxudur da, getmədim, səhər oldu, getmədim. Üçüncü gün qorxuya düşdüm ki, həmən adam üçüncü dəfədir gəlir yuxuma. Getdim, gördüm, həmən məhəllədə, həmən evi tapdım.
Gördüm qapılar açıqdır. Qapını döydüm, bir orta yaş qadın çıxdı. Soruşdum filan kəsin evidir. Dedi ki, bəli. Xəstədir dedi, evin üstündə ola çardaq kimi düzəldirlər o. Ərəb evlərini görmüşsünüz də necə olur. Qalxdım pillələrlə yuxarı gördüm ki, bir nəfər uzanıb, qübliyə bax, belə də, əllərdə belədir. Xülasə, əyildim, uzandım belə qulağıma apardım ağzına görüm nə deyir. Gördüm, deyir ki, ilahi, müqəddəs Ərdəbili kimi şəxsləri bağışlamağa nə var ki, dərd məni kimi günahkarı bağışlamaqdır. Soruşdum ondan, dedi, 3 gündür bunu deyir. 3 gündür belədir, yəni 3 gündür bu sözü deyir. 3 gündə deyil, mənə yuxudan eynirlər, əmr edirlər ki, gedərsin ora. Şübhəsiz ki, bütün bunlar təqvaya bağlı bir şeylərdir. Yəni, təqva olmasa, iman, yəni güclü olmasa, bu şeyləri aşmaq çətindir. Bəli, görürsünüz ki, uşaq dünyaya gəldi, ona dəstəmaz aldılar, üzrəm süd verdilər, onu böyütdülər. Hər nə məsələn iş oldusa, dəstəmazda oldu, ailə. Hər şeyi gütdülər, gözlədilər, gəldi, böyüdü, yetişdi, oldu müqəddəs Ərdəbili. Onu Seydəli çağırmadılar. Görürsən ki, bir adamı Seydəli çağırsalar, Seyd filankəs çağırsalar, hörmətli olur, düzdür. Amma ona elə ad verdilər ki, o adda heç kimi çağırmayıblar. Yəni, mən ondan bir epizod danışdım da, onun həyat və yaradıcılığından bir epizod danışdım.